Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Beyin mühendisliğine qarşı Türkçə əski kitablar proqramının 342-ci bölümünə Allahın adı və yadı ilə başlayıram. Umarım ki, bizim millətimiz ayıla və öz kimliyinə dönə və türk kimi yaşamağı, türk kimi düşünməyi, türk kimi anlamağı, türk kimi baxıb və anlamağı və anlatmağı Qazaxıstan qeydə əldə edən və düşmənlərin bu 250 ildə yaratdığı cadu cəmbəlin əsarətindən qutara. Gedək görək bu günləri kitablardan hangi kitab bizim şansımıza gəlir, onu açaq və onunla tanış olaq. Türk dədə-babalarımızın minlər il yaşadıkları və təcrübə elədikləri şeyləri görək və anlayaq. Keçən cələsələrdə Nəhalistan Məsai Vəsiyyətnameyi Fəqiri keçən dəfə oxuduq. Təlim-i Ulum adında bir kitabı açaq görək ki, nə deyir bu Təlim-i Ulum. Hala açılmayıbdı, amma gözləyək bu açılınca bir ayrı kitabda açaq. Bu da Məsnəvi Şərif şərhi. Calibdir bu. Bir ayrı ehtimalən Məsnəvidən bir şərh olacaqdır ki, görürük. Amma gedək birinci kitabımıza baxaq. Kitabı sildirik ki, PDF-in kompüterin səhifəsinə yerləşsin. Dostlar ki, YouTube-dan canlı baxırlar, ya soralar baxacaqlar, bunu görə bilərlər. Kitabın bəllidir, boyu uzundur və səfələr biraz dardır. Kitabın cildin eşiyin əksini göstərmir. İçərisindən əks alıbdır. İçində bir nəqqaşısı var və bu tərəfdə tərcüme-i mövzuat-ı ulum fil məvaizi və nəsaih. Kitabın adı, burada yazılan ad ibarətdir. Tərcüme-i mövzuat-ı əl-ulum fil məvaizi və nəsaih. Burada yazıb ki, hər səfədə 29 sətir var. Bu da göstərir ki, uzundur. Oraq, cəmi vərəqlər ki, 200-ü vardır, 2 səfədən ibarət olur hər vərəq. 701 vərəqdir, yəni bu 1402 səhifədən ibarətdir. Kitab da Min Kutubil Fəqir Əli Qəfərəllah Qəfərərəhu Əlinin kitablarındandır. Burada bir 980 görürəm, amma bilmirəm, acaba bu tarixdir ya nədir, bunun üstündə yazılıbdır. İkinci səhifəsinə gedəndə görürük ki, Süleymaniyyə kitabxanasında qalır bu kitab və ha belə görürük ki, burada 2 dənə gözəl möhür var. Osmanlı dövlətində yazılmayıbdır. Ya ondan öncə yazılıb, ya da mən buradan görmədiyimdən tay yazılıb. Çünki təzhibi çox fərqli bir təzhibdir. Bismillahın başının üstündəki tablo ki vardı, təzhib tablo, onun içində bəlkə bir yazı var, amma burada görsənmir. Nədən isə bəlkə də rəh köhnəldiyinə görə o cür olubdur. Çox bir gözəl bir usulda təqribən elə o birisi Osmanlı, Azərbaycan və Qəndahar ya Əfqanistan mərkəzli türklərin imperatorluqlarının Babiri yox, Teymurilər desək, bunlarla usulda birdir, amma biraz fərqləri var təbiətən. Güllərində fərqlər var. Məsələn, öncədə Osmanlıda bir dənə günbəz olurdu. Burada təqribən 6 dənə günbəz, 2 dənə də yarım günbəz qırıqlarda var. Orada bir günbəzdə neçə dənə göyə gedən gül olurdu. Burada hər günbəzdən bir dənə əsli, bir dənə də yarım dənə də fər'i beləsi çıxır. Altdakı bölüm də çox böyükdür, gülləri də fərqlidir. Hər halda ondan sonra keçir kitabın mətninə. Kitabın dedim boyu uzundur, məncə çox uzundur, qəddini tutmayıblar, görək nə qədərdir. Təəssüf olsun ki, bunun ölçməyiblər, santimetrlə ölçülüsünü görsəydik
daha yaxşı olardı. Xətti çox gözəl bir xətdir. Qətvən bu əlyazmadır. Bəzi yazıların başının üstünə qırmızı xətt çəkiblər. Bəzi yazılarda qırmızı yazıblar. Gedək o biri səhifələrə. Bu kitab 755 səhifə görsənir PDF-də. Yəni 1000 dedik ki 402 olsun gərək, amma bu burada görsənir ki 755-dir, yəni 810-dur. 1000 üzrə 1510-dur səhifə görsənir. Kitabın dövrəsində, tamam yazıların dövrəsində bir çarşıvə düzüblər ki, 2 dənə qara xətt ilə bir-birlərindən ayrılıb, içində nazik ya nəqqaşi ya rəngidir. Mənim gözüm çox da təşxis verə bilmir və kitab zahirən bu 10-cu səhifə olacaq, neçinci səhifə olacaqdır? 1, 2, 3, Bismillahla təzəşdən başlayır. Ehtimalən bu belə bir vəziyyətdə davam edəcəkdir və 8-ci PDF-in 8-ci səhifəsində zahirən qurtarır. O birisi səhifədə bir ayrısı başlanır. Yəni bəlkə beləsi deyək. Qeysaq əvvəldən başlayır. Bir dənə Bismillahirrahmanirrahim ilə başlayır. Mütəmadi bir təzhib ilə başlayır. Bu bir kitabın başlanğıcıdır. Bir 5 səfə gedəndən sonra təzəşdən Bismillah ilə başlayır. Bir 2-3 səfə gedir, 2 səfə bir ayrı Bismillah qurtarır bura və bir ayrı səhifədə təzhibə yer qoyub, amma təzhibini çəkməyiblər, nəqqaşısını eləməyiblər. Orada da Bismillah ilə başlayır. Burada qırmızılar biraz çoxalır. Devam edir. Bu da 18-ci səhifədə qurtarır, 19-cu tacası başlanır. Nə Bismillahı var bunun? Yenə o kitablardan ki yazılıbdır, amma işləri naqis qalıbdır. Təzhibi çəkilməyibdir, təzhibə yer saxlayıblar, Bismillahı yer saxlayıblar, amma görünmür. Yenə bir neçə səhifə gedir, bu qurtarır. Ya da ki qurtarmasa da burada bir şey üçün yarım boş yer qoyublar, amma təəssüflə nəqqaşı üçün ehtimalən, miniatür üçün ehtimalən boş yer qoymuşlar. O da olmuşdu. Çox əla bir kitabdır. Yəni nəfis olduğu üçün sətirlər bir-birinə yaxındılar. Kəlmələr hamma bir-birindən çox belə, necə deyim, ayrıdılar. Çox yaxındılar, amma bir-birlərinə ayrı görünürlər. Bu kitab çox uzun kitab olduğu üçün mən biraz sürəti çoxaldım. Bunu sürətlə gedək. Çünki 700 səfəni vərəq vurmaq özü 20-25 dəqiqə çəkər. Mən fikirlərim bunu biraz sürətlə gedim. Məsələn, hər 100 səfədə bir-iki səfiyə baxaq. Ondan sonra da burada məsələn bir yerdə ehtimalən bir şey düşübdür bu kitabın üstünə, biraz qərəldibdir. Yoxsa nəzərə gəlir ki, o əsli yazının üstünə. Burada da bir damcı düşübdür kitabın üstünə. Bir ayrı yerdə görsənir. Kitabın ortasındakı qərələrdir, kölgədir, o cüsü qərə düşübdür. Ehtimalən xətt dəyişdi, yəni bilmirəm hardan dəyişdi, amma xətt dəyişdi. Əlyazma dəyişdi bir yerdən, qeydirəm dalıya görüm hardan dəyişib, amma dəyişib. Hətta 2 cürə, buradan oldu 3 cürə. Diqqət eləməmişdim, amma zahirən qeydirəm gedəm kitabın sonuna tərəf. Əlyazma dəyişir tez-tez, amma gedək 600-cü səhifədə saxlayarıq biraz. Burada yenə də əlyazma dəyişdi. Yəni buradan ən azından mən hələ bu cür sürətinə gedirəm. 3 dənə əlyazma görmüşəm. Buradan kitab əlyazma müxtəlif qələmlərlə əlyazmalardır. Kitabın sonuna gəldik. Kitabın sonunda görək ki, bir şey tapa bilirik. Əvvəl dilinə baxaq. Dilinə də baxmamışam ki, bunun hangi dildə yazılıbdır, deyilibdir. Əcəb təbardır ki, Həqqi Teala buyurmuşdur. Əfə nec'alul musliminə kəl mucriminə ma lekum keyfə təhkimun. İndi Həqqi Teala eyləməyə və bizə
تفضل و احسان ایلیه anın laki kendi zat-ı kerimi ana ehli dimidir ve elhamdülillahi vahdehu ve sallallahu taala ala seyyidina Muhammedin ve alihi ve sahbihi ve tabi'in ve tabi'in ve radıyallahu anna ve en abaina ve ustazina ve en ashabul hukuk de nedir? Burada böyle bir şey yazıptı. Aleyna ve en agaribina ve eşairina ve en cemi'il muslimine yaxşı olarmış. Mən bu səhifəni qeydib gəlib oxuyaram, amma gedək kitabın son səhifəsinə baxaq. Burada kitabxananın möhrünü görürük. Mövzuatul Ulum kitabın adı. Burada da 1200 yazılıbdı. Üzrə 1002 yazılıbdı. Bilmirəm nə deməkdir. Kitabın da cildində Osmanlı dövründə olan nəqqaşını görürük. Bunun rəngində çöhrayısı çoxdur. Gəlirik əvvəldəkində çöhrayısı biraz azdır, amma ki vardır. Yəni aynıdır. Min kütübi kitap kimin kitabıdır? Min kütübül fəqir Əli Qəfərə ləhu. Burada da bir möhrü vardı. Görün bu möhrü oxuya bilsək. Əli kəlməsi görsənir. Təvəkkül əlallah ohtimalən. Əli bisidqi nəmənəsi oxuyam. Əli müzəffərdir ya zəfərdir. Belə bir şey oxunur. Bisidqi nəmənətü zəfər. Bəli, orada bir dənə kəlmə var, oxunmur. Kitabın gedək o birisi səhifəsinə. Burada 2 dənə möhr var bu şeydə. Kitabın aşağısında 2-ci səhifədə. Əgər eləyə bilsək bunu oxuyaq, çox yaxşı olar. Bu kitab, bu möhür çox nəxşəli möhürdür. Mən bunu oxuya bilmərəm. Elhamdülillahillazi hadana lihaza və ma kunna linehtediyə lola en hedeynallah. Burada da Osmanlının möhrü. Osmanlıda bu möhür çox məşhur bir möhürdür, amma mən təəssüflə onun o bölümünü oxuya bilmirəm. Gedək görək ki, kitabın özünün içində nə yazılır? Bismillahirrahmanirrahim. دیباچه زیباجه هر کتاب و سرنامه هر فصل و باب حمد و ثنای حباب رب الازناب درچی ازناب درچی عالمی ابدغ احتمالا olacaqdır. ابدغ nizam üzrə ibda və icad və ana ərzi mehad və cibali avtad edib. Qurandan kəlmələri gətirib bir-bir işlədir. Bunların təqribən hamısı. Dibaçe zibaçe hər kitab. Bunu çıxandan sonra, hətta kitab sözü də Qurandan gələ bilər. Və sərnami hər fəsl vəl bab. Yenə buradan bab sözü ən azından Qurandan gəlibdir. Hamdü sinay habab Rabbül azbab. Rabbül əzbab olacaq. Ya da Rabbül ərbab, üzrəm. Rabbül ərbab Rabbül ərbabdır ki, aləmi ibda-i nizam üzrə ibdağ-i nizam üzrə ibda və icad və ana ərzi mehad و cibali ovtad. Bunlar Quran kəlməsidir. Mehad و ovtad edib üstündə səqf-i məhfuz səmavat və əflaki bi sütun و imad ilə yevm tənad sabitə və dairə və hər birinə təyin mərkəz və mühit dairə edib ənva-i nücum zahirə ilə ki ləbalidə misal qiyun sahirədir, onları təzyin və hər birinə bir mənzil و məsir təyin eyləmişdir. Zehi qadir bər kəmal və mübdi müxtəri və bimisal ki fوق səmadə xəlqi mələikə və kürsi و ərş و ərzidə فوق səmadə xəlqi mələikə و kürsi و ərş və ərzidə bəsat bəsit xاکی فرش edib afaq və əqtarində
خلق انواع حیوان و وحوش و طیور و نتسنی دخی سکان گعور بهور ادب هر بیرسنه خزانی غیب و مهمانخانه لاریب دن نصیب و روزی شبان روزی واصل و هر ferdinin min heysu la yahtasib rızgı celüp muradi hasıl olur fetebarekallah ahsenul haligin ve ol tevayif bi payan و zümre cin و cins heyvaniden نوع insani müfezzal ve ani cemi ulum و kemalat ile bir nusxe cami ve vuku mükemmel eyledi. Hüsnü ben galet okudum bunu. Bir nusxe cami ve nov'i mükemmel eyledi. Burada cevher kelimesinin kırmızı yazıyor. Ve cevahir nayab salâ'u selam bi hesab ol nou'un ferd kamili ve ulum ilahiyeden hissi annamiyenin insaniyen ve hissi insaniyenin bahri mühit şamili olup cümleden ağru ve ağır cümleden ağır ve esfa ve mezher ittiba ve istifa olan Habib و Resul خدا ve delil rah خدا انی نبی با وفا محمد مصطفی نثار olunmak layık ve sezadır ki din biraz geçildik bunu okumak için dine okuyabilip kelimeni okunur ama ben okuyabilmiyorum nedir? Müsnebi şayet dini mütnebi sair edyani olunmak layık ve sezadır ki dini müsnebi sair edyani nasih ve mucize باقیه قرآن عظیم و فرقان کریم ile bünyan şer'ü millet sabit ve rasih olup bihar ayat Kur'aniye ve maadin ahadis nebeviyeden zümri ashab-ı kiram iltigat ettikleri dürür. Gene burada bir kelime var ki görmədiyim üçün ömrümdə bilmirəm bunu necə oxuyacağam. Abdə xəttidə də nöqtələr zadlar o yüzden fikirəm ki burada iltiqat etdiklər dürəri qurar əsrar və əhkam beləsi fikirəm düz olacaq. Qurar oxusaq düz olacaqdı. Nöqtə qıdan çox böyüzlükdür. Yəni biraz zığın üstündədir əslində. Ve ulema-i din ve aime-i müctehidin istinbat ettikleri cevahir فتادی و آداب فضا حکام ol bünyan mersuse باعث احکام olup onlar ile ilmullahide mügerrer ve müqəddər olan nizam alem ve beqai silsile beni Adem müyesser olmuştur. Ve dahi zümre-i hidayet gerin aul ashab ol cevahir salat و salamedin behrebab salameden behryab olalar ki her biri nücumi semai şeriat ve rücumi erbab gavabet ve olmuşlardır. Rizvanullah Teala aleyhim ecmaîn. Ama بعد علم عالم آرای اصحاب افهام علم عالم آرای اصحاب افهام و آرای مخفی دجلدür. اشرف مخلوقات و افضل موجودات میان عالمیانده نوع insandır ve onun fazileti
dəxi əql və idrac və fəhmi dərrac ilədir. Çox baxın, burada insanın fərqin o birisi mövcudlara deyir. Əvvələn deyir ki, insan tamam varlıqların əşrəfidir. Yəni ən mühümüdür, mərkəz budur yəni. Ondan sonra deyir ki, bu fəzilət hardan gəlir? Deyir ki, və onun fəziləti, yəni insanın fəziləti dəxi əql və idrac və fəhm dərrac ilədir. 4 dənə müşəxxəsə sayır bunun fəzilətinə görə. Bu çox önəmlidir. Demir din, demir məzhəb, demir namaz, demir oruc. Yox, deyir ki, insanın fəziləti əql, dərrac, idrac gücü, fəhm dərrac, 3 dənə ilə. Fəhm dərrac. Yəni, bu çox ciddi bir məsələlərə əl qoyur ki, aninlə mərifətullahə nail və ol mərifət ilə səadət əbədiyyəyə vasil olur ki, bu səadət sair heyvanatda hasil olmaz və bu elm əşrəf ulum idi ki, müqərrər və məlum və bu elmə vüsul və vüquf pəncə ulumi ədidəyə موقوف olmağın zümre ulemai din و ائمه مجتهدین و سایر ورثة الانبیاء و المرسلین انبیاء و مرسلین olan ulemai alimin و عالمین عالم amilin əlbəttə düz desəm və ulemai amilin əməl edən ulemalar və məşayix kamilin rizvanullah taala aleyhim ecmaîn mücahidat qəlbiyyə və qalibiyyə və riyazat ruhaniyyə və bədəniyyə ilə istixrac ulum qəribə və dəqiqə və tədvin kütüb nəfisə ənifə, nəfisi ənifədə ol mərtəbəyə təmhid məhad səy və ictihad eyləmişlərdir ki, uqul nas ani mülahizədə qasirə və mərtəbəyə ədəd ihsa məcmuini qeyri hasirədir. Deyir ki, ulumun da əslən şeyləri saya bilməz əql. Oraya yetişibdir ki, ulumun müxtəlif şaxələrini saya bilməz, qollarını saya bilməz. Və çünki burada bir kəlmə ehtimalən silinmiş ola bilər. Əlbəttə bunu demiş ki, kağız bir cürdür ki, elə bir arxadakı bəzi yazılar bu yüzdə görsənir. Kağızın bu nazikliğini görsədir. Bu kağızlar məmulən çox sonraların kağız olmalıdır. Amma gedək görək ki, bu kitabda bir şey taparıq ya yox. Və çünki mədar şərəf ulum şərəf məlumudur. Çox gözəl söz. Və çün mədar şərəf ulum şərəf məlumudur. Pəs cümləsinin mudasi mərifətullah sevdası, cümləsinin sevdası mərifətullah olacaq. Ana vəsilə olan ulumun dəxi şərəfi müqərrər və onların icad və bəqasına səbəb olan uləma-i kibar və əcilli məşayix namdarun şərəf və izzətləri dəxi səhaif əzbanindən məstur və məhrurudur. Bu əzban nə deməkdir? Əzhanidən. Səhaif əzhanidən məstur və mühərrərdir. İmdi ol ulumun hər birinin şərəfi və mövzui və nəf'i bəyan olunmaq və onların hər birində təlif olunan kütüb-i nəfisə və zəbər-i lədifə və zəbər-i lədifənin əsasi və müəllifləri və onların hər birinin dəxi əsasi və sair əhvali zikr və elam olunmaq dəxi təhsil ulumə tərğibdə ədxəl və nəfi əzəm və əşməl olmağın bu əbd fəqiri kəbir و təqsir خاشبای زمره فضلا و خوشچینی xərməni nəməni fisal uləma. Ehtimalən belə bir kəlmə üstə yazılıbdır. Bu sonralar əlbəttə aynı xətt ilə yazılıbdır. Yəni amma kəlmə cümlə yazılan sonra da bir
ehtimalən Xərməni Fəzail Üləma belə bir şey oxunacaqdı. Adı kimdir? Yazarın adı Kəmaləddin Muhammed ibn Əhməd Ədməd Əş-Şəhiri bi Bəta Şəkbərizadə. Adını yazaq burada. Kəmaləddin Muhammed ibn Əhməd Əş-Şəhiri bi Taşkəri zadə. Dəstəli teynən Taşkiri zadə. Əcəba Taşkəborizadədir yoxsa Taşkəbərizadədir. Cəhəlləhəlləh Teala minəl faizinə bilhusna minəl qabizinə bilhusna və ziyadənin və ziyadənin valid buzurgvari olan Fərid-ü Dəhri və Vəhid Ruzgar. Adı kimdir dədəsi? Dedi ki, valid buzurgvari dədəsi yəni. Mevlana Əhməd Əfəndi ki, Taşkəbəri Zəhməhullah deməklə məşhur afaq və diyar olub. Yəni atasının adı dedik ki, Əhməd Əfəndi. Tamam. Əhməd Əfəndi ki, Taşkəbəri zadə. Bu zı yazıbdır, dadəsi yoxdur. Taşkəbəri rəhməhullah, əslən zı da deyil. Elə Taşkəbəri rəhməhullah deməklə məşhur afaq diyar olub. Miyan üləmadə müşarə ileyh bilbənan vəl fəzail və kəmalati müstəğni ənil bəyan idi. Aba'ən cədd xاندان علم و سلاسل ظهور və hər biri fəzilət və təqva ilə məşhur olub. Xüsusa mərhum dəqaiq ulum ərəbiyyə vaqif və atur süluk ərbab. Burada bir kəlmə silinibdir. Bir kəlmə yox, bəlkə bir iki hərf silinibdir, ona görə oxunmur. Dəqaiq ulum ərəbiyyə vaqif داتور سلوک ارباب توری سلوک ارباب طریقت و حقیقته واصل و عارف olub علوم ظاهرده مظهر ید بیضا و نتسه کرامات عدیدسی ظاهر و هویدا ایچن حکمت خدا ایله ایزا جا الگزایی عمل بسر fəhvasınca o zaman ki qəza gələ göz kör olar. Yəni görməz, adam nə qədər baxsa qəza qədəri görməz. Fəhvasınca ol fazil məqbul qazi bəldi İstanbul, özü də İstanbulda qaziymiş. Dədəsi. Taşkiri. Əhməd Taşkiri qazi İstanbul. قاضی بلده استانبول ایچن مبتلای مرض اما یا körlük ve ol دو چشم دقایق بینی نابینا olup 9 senen yine ol hal ile ibadat و təsanife iştigal üzre içen cevar rahmet hakkı ittisal eylemişlerdir. Məsnəvi müəllifihi. Bunu yazan onun özünün məsnəvisidir. Oradan bunu yazır. İndi buracan devam elədik, amma mən istəyirəm qeydaq kitabdan biraz çıxaq eşiyə, gedək şuraq şey, əlbəttə bir şeylər yazıb, gedək ki, oxuyaq sonra. Çünki istəyirəm əvvəl zehnimi bu şeyin aşqalları ilə doldurmayaq, ayların aşqalları ilə, sözləri ilə, yalanları ilə doldurmayaq. Gedir
Bugünkü mənabeylərdən gətirir də. Özümüz kitabdan oxuyuruq, bir şeylər oxuyuruq, sonra lazım olsa da ora müraciə edirik, görürük ki, o bizim tapdıqlarımıza görə bir şey deyə bilir ya yox. Məsnəvi müəllifi عالم عالمان خطه روم افضل زمره کبار قدوم ثالثی سعد فاصل جرجان حارسی تخم مرعی عرفان احتمالا مرغ istirdim diyor ama burada 2 tane R var, onu görə bilmirəm deyəm. Harisi تخم مرعی ورع olacaq ehtimalən. Haris تخم ورع gene də axı 2 dənə burada R var. مرعی عرفان نامی تاشکبری زاده احمد ایدی cəm ərbab fəzlə müfrəd idi. Fəzlə gün kimi olub məşhur vermiş idi cəhanə ronəq و nur. Tolunub zir xakə etdi nuzul. Tolunub dolanıb ehtimalən. Tolunub zir xakə etdi nuzul. Eylədi rəhmət xudaya vüsul. Eyləyib bir neçə kötüb təsnif etdi bünyan fəzlini tərsif. Cümləsin dəhrə yadigar etdi. Fəzlini xəlqə aşkar etdi. Hər biri oldu bir dürr nayab. رغبت etdi ana ulul albab. Şükrullah سعید ابدا شکرالله سعیه ابدا غفر الرب ذنبه و عفا نصر. فاضل مزبورون جمیع علوم کتب مدونه کبیره و معرکه آرا اولان مباحث غامزده رسائل نقیه یا فقیه بلا بشیده کثیره و رسائل نقیه کثیره سی میان علما و طلاب مشهوره و هر مجلس و نادیده آبادی السنگی فزلاده متداوله و مذکوره دür. Cümleden müqəddəma zikr olunan uslubi cami bir səfəri nəfis və kitab-ı lətif və nafi təlif edib Miftahü Səadə və Misbahü Siyadə ilə təsmiyə eləmiş. Bəs bunun bir dənə kitabı var. Bu Əhməd Taşgərinin bir kitabı var. Adı Miftahü Səadə və Misbahü Siyadə. Miftahül Səadəti və Misbahül Siyadəti. Təsmiyə eləmişdir ki, miyan xəlqidə mövzuat ulum deməklə məşhur və məlumudur. Həqqa ki, bir kitab nafi'dir ki, mənafi'ini bəyan və tedadə bir təlif müstəqil edad olunsa rəvadır. Və mətndə hər nə mərtəbə itra olunsa səzadır. Əvvəla müqəddiməsində fəzail elm و təlim و təəllüm haqqında mübahisə və təkəllüm edib. Hər birini آیات کریمه و احادیث نبویه و اخبار و احادیث اخیار ایله اثبات و اظهار دو. بعده آداب مدرسان و قاضیان و مفتیان و وظایف مشایخ و مذکران و واعظان مذکران و واعظان حقینده وارد olan اقوال ائمه کرام و تحقیقات مشایخ اعظام بیان olunub. بعده 300'den ziyade ulum-i celile ve funun celile'nin asamisini beyan ve her birinin
موضوع و منافعini تحقیق ve mebadi ve gayatini təyin və tədqiq edib. Bu bir dənə biz qabaqdan 2 dənə kitab oxumuşuq ki, türklərin məsələn neçə yüz il bundan qabaq əgər yadımdırsa 300 neçə dənə hünər incə sənət işlənirmiş, iş olaraq özdə işlənirmiş. Eyni halda bir ayrı kitab oxuduq ki, 300'dən çox şoğlu iş varmış ki, insanlar oradan ruzi qazanırmışlar. İndi bu nə deyir? Bu deyir ki, bunun dədəsinin bir dənə kitabı var, bu yazanın. Bir də bunu oxusam, deyir ki, Bə'dəhu 300'dən ziyadə ulum-i cəlilə, burada elmlərdən danışır. Cəlilə və fununi cərilənün əsamisini bəyan və hər birisinin mövzu və mənafini təhqiq və məbadi və gayatini təyinidə tədqiq edib. Diqqət buyurun, 300'dən çox elmidən danışır. Ki, deyir, bunlar elmi şəklində tərif edibdir bunun babası bunları, hər tək və təkini. İndi diqqət buyurun ki, biz bu günləri 300 dənə elmi saya bilərik ya yox. Yəni, diqqət buyurun, o zaman 300 dənə elmidən söhbət gedir. Yəni, indi bu kitab hangi zamanında onu gərək baxaq. Bə'dəhu 300'dən ziyadə ulum-i cəlilə və funun-i cərilənün əsamisini bəyan və hər birisinin mövzu və mənafini təhqiq və məbadi, hardan başlanır, gayatını, onun elmi ən çox haracan gedir, ya nə istirəsin, o elmin amacı nədir? Təyinidə tədqiq edib, ol münasibət ilə neçə fəvaid və həqaiq və ənvai nükayit və dəqaiq, nəkayit və dəqaiq və hikayat lətifə, məarif nəfisə, dərc və غرری dürər və cəvahiri lətayifə dərc edib, cevher cinanmayi ömrünün bir miqdarını anda xərc etmişdir və ol fununidə təəlif, çıxaq bu birisi səhifədə, təlif olan kütübi cəliliyyəyi zikr, kitabları da hər fənn, elmidə ya fənnidə ki, kitabları yazıb, o kitabların da adlarını gətiribdir. Olunan kütüb-i cəliliyyeyi zikr və teidadu hər birinin müəllifinin ismini və mənaqib-u əhvalini təfsil və irad eyləyib. Çox önəmli bir kitabdır bu. Bir məcmui şərifə-i nafiə, ya nafiə gələ oxuyaq, amma müxtəsi olmadığı üçün mən nafiə gələ oxuyaq. Məcmui şərifə-i nafiə və bir məhəlli-i lətifə-i camiə olmuşdur ki, güya envai cevahiri mühit bir بحر بیکرانdır ki, hər kəs ondan iltiqat dürər və cevahir rağib dəniz andər. Belə bir şey. Cirandır. Rağib və cirandır. Ki hər kəs ondan iltiqat dürər və cevahir rağib və cirandır. Qət'əl müəllifi, müəllif yenə bir qət'ə yazır. Görək ki, mənzuru nədir? Bu qədər böyle bir kitab-ı nəfis olə insana və xavətində cəlis, insana xəlvətində cəlis, ana bəsdür. Musahib və yaran kim olə bu kitab ənis nəsr. İntiqal mərhum və məbrurdən sonra kitab məzkur miyan xalqidə bir mərtəbə münteşir və məşhur oldu ki, zaman 13 ulema təhsilinə rağib və zaman seyridə ehtimalən zaman seyridə ulema təhsilinə rağib və kitabətində bəzli cəhd-ü məşəqqət edib qədri ali və bəhası ğali olub uləma-i afaq fəzilət müəllif və müəllif üzərə ittifaq etmişlərdir. Lakin zəban ərəbiyi idrak etməyə sahib əql səlim və zehni dərrak olənlərin cümləsi qadir olmayıb cümleyi
olmayıp burada bir şey yazıbdı. Cümlesi qadir olmayıb bilməgə, qadir olmayıb bilməgə, əvasit nasidən olan, əvasit nas nə demək olar? Millətin ortalarından yoxsa təbəqə deyərək bu gəlir. Əvasit nasidən ol zəban ilə istisnas etmişlər. Fəhmindən aciz və qasir və istixracına qadir kimsənə nadir olmağın bəzən İxvan səfa və yaran vəfa. Bu fəqirə gəlib ol şahid خوب ərəbiyyi الاسلوبun ərəbiyyül uslubun libasını tərz روی تبدیل etsə. طرز رومه. پس بلسوش اول شاهد خوب عزتی اول شاهد o bu fəqirə gəlib ol şahid خوب ərəbiyyil üslubun libasını tərz rumə təbdil etsə, göz hər kəs anı seyd و təhsil etsə, rağib və anı istinsakə talib olələr və ol səbəbdən nəf'i əm və faydəsi ətəm olsa, münasib dəcilmidir. Soruşublar yəni. Bəlkə bu xidmət mərhumə dəxi xidmət və baisi dua və rəhmət olurdu. Diyu iqdam və rəca, təhric iqdam kömiyyət əqlam eylədilər. Kümeyt əqdam eylədilər. Bu fəqir dəxi bənim kimi ömrünü mala yənidə, mala yəni ərəbcə bir misaldır, yəni bilmədiyim şeylərdə. Mala yənidə izaə eyləmiş. Müflüs bibəzaədə. Bu məquləyə əmli xətirə mübaşirət və böyle kar düşvara mübadirət eyləməgə nə qudrət olə diyu imtina ilə cavab verdikdə mücab olmayıb əlbəttə validi mərhumun irsi malindən hissedar olmadıksa irsi elmisindən xud bəhrədarsən. Bəs beləsi oxunacaqdır. Əlbəttə validi mərhumun irsi malindən hissedar olmadınsa, irsi elmisindən xud bəhrədarsən. Ələl xüsus ol ustadın məzhər feyz qudsi olan nəfəs ənsəflərindən təbərrüş və istimdad ilə təhsil istedad etmiş olasın. Onlardan maəda füzəla dəhrün əksərindən ələl xüsus ustadül külli və rəhnumay əqvəmi sübul şeyxül İslam və müqtedayül ənam mərhum Həzrət Əbu Səud əgər əkrəmə Əbu Səud əl-əkrəmə el-Rabbul vudud fil cənnəti təhtə zillil məmdud xidmətində dəxi neçə müddət və sənə tərki növm و sənə təhsil ulum fəzailə iştiğal eylə kəsb ənvai kəmal edəsən. İmdi bu xidmətin öhdəsindən gəlmək sana münhəsir və ədasına yenə sən qadirsən deyib bu fəqirə dəxi kəlamlərini rədd و bab müsaidə sədd etmək münasib gəlməyib. Mütəvəkkila alə Rabbil mütəal xidməti tərcüməyə mübadirət iştiğal edib ibtida şurui Hələbdə. Pəs burada görürük ki, bu Hələb şəhrində gəliblər buna deyiblər. Bu da orada başlayıbdır nə etməyə?
kitabı tərcümə eləməyə. İbtida şuru'i Hələbdə vəqə'i saniyədə qazi ikən səneyi sittə və əlifdə sittə və əlif 1006 yazı. İndi orada başlayıb əlifə yarısıdır da. Yazı tarixi yazacaq burada. Yazının tarixi sittə və əlif 1006-da. Burada bir yerdə bir 1006-nı görmüşdük. Amma indi kitabın axırda fikirlərim görmüşdük. Bir də və qazi ikən gəlibdi bir yerdə qazi olubdu. Harda? Yəni dədəsi qazi idi. Dədəsinin gözləri kör oldu. Allahın rəhmətinə getdi. Bu da bir yerdə işlir. Orada bu kitabı tərcüməyə başlayır. Dədəsinin kitabını tərcüməyə başlayır ki, adı nə idi kitabın? Kitabın adı Miftahus Səadəti və Misbahus Siyadət. Kitabın adı da çox gözəldir. Yəni kitabın adına baxanda səadətin kilidi və ağalığın, böyük dünyada ağalığın çırağı. Çox gözəl bir kitabın adı var. Yəni bu da belə bir kitabdır. Bunun tərcüməsində başlayıbdır. Sonra deyib ki, pəs ibtida şuru'i Hələbdə vəqə'i saniyədə qazi ikən səneyi sittə və əlifdə vaqi olub. Lakin ma beynində təraküm işğal və bəzi mənasib və xədəmat sultaniyyəyə iştiğal, mən'i və işğal etməclə bu zəmanədəkin mütəəxir olub. Pəs baxın, əvvəl Hələbdə başlayıbdır, sonra 1006-da gəlib kitabı eləməyə. Bu ikisinin arasında, yəni Hələb ilə buranın arasında deyir ki, işimzadım çox oldu, dövlət işində sultanın xidmətində olduğundan dolayı ara düşdü, kitabı yazmayıbdı. Yəni bir neçə il, bəlkə 15 il, 20 il bəlli olmaz. İctima bu zəmanədəki mütəəxir olub, hala bəhəmdihi təala və əsli həyyiz itmam və hüsn ixtitam olmuşdur. Bu zaman ki yazıb bu kitabı deyir ki, indi tarix deyirsə yaxçılar, həqqa ki bir kitab-ı cami və bir təlif-i nafi oldu ki, bu əsar və qurunidə böyle qəbulə məqrun bir kitab mənzuri ulul əlbab olmamışdır. Həqiqətdə bu kitab əsli mütərcimə şərh mənziləsində vaqi olub. Necə lüğat-ı qəribə ərəbiyyəsinin məanisi və digər məanisi dəyər və bəyan və bəzi müşkül məanisini dənər ehtimalən cüzü olar. Qəribə ərəbiyyəsinin məanisi dənər və bəyan və bəzi müşkül məvazi və məhəlli izah və həlli ilə təhqiq və iqan ya itqan edib onlardan maəda münasibət ilə necə zəvaid, fəvaid və məvaid, əvaid zikr bəst olunub, bəzi zadə xatir fatir və bəzi qə'r bəhri kütüb və təfatirdən iltifat olunub, məhəllində zikr və irad olunmuşdur ki, olunə lafzi təzyil işarət və əvvəlinə lafzi təzyil işarət və intihasına ibarəti intiha əlamət olunmuşdur. Kitabın əvvəlində bu deyir ki, bir şeylərdə özümdən kitaba əlavə eləmişəm tərcümə eləyəndə. Ona görə deyir ki, şərh oldu bu kitab da tərcümə olmadı. Lakin ərbab-ı fəhm-u izan və əshab-ı əql u irfan xəfi dəcüldür ki, irfanə xəfi dəcüldür ki, zəri hər nə dəcüldür ki, zər hər nə dənlü kamil əyar olsa, şəhr u diyardə çəndan məqbul olmaz. Bunu çox gəlib deyibdir. Zər çox cəlibdir. Bunu mən ayrı cür söylərəm, amma heç peyğəmbər öz ailəsində, öz familində qəbul olmaz. Onun ki,
xəfi də güldür ki, zər hər nə dənli kamil əyar olsa, şəhr və diyarıdə çəndan məqbul olmaz və binam sikki sultani bazar etibarda səncidə olub rəvac bülməz. Deyir, sultanın adı da olmasa sikkən, böyük adamın adı olmasa sikkənin üstündə qızılı. Mən indi aparam qızılı, alam buradan əridəm hətta. 24 əyar ola, deyir ki, onun ta üstündə sultanın möhrü olmaya, bir mötəbər bir möhrü olmaya qəbul olunmaz. O halda ki, mümkündür o mötəbər möhrü olan, mümkündür ki, əyarı 13 ola, amma bu vaqən 23.99 ola, məsələn, 99.99 ola. Bilmirəm ki, indi əyar nədir olar, ona görə belə dedim. Pəs, layiq və vacib olmuşdur ki, iş bu, qəvali və əlfazı səb olunub, مسبوک olan zəri xalis məani ola, nam sultani ilə məskuk ola. Deyir ki, indi gərək sultan yaxşıdır ki, bunu kitabı möhürləyək bir şey ola. Əni, cənabi Həzrət Sultan Əzəm və Xaqan Əkrəm və əfxəm mədar əmn و امان فخر دودمان آل عثمان باسطی مواید عدل و داد عاقد معاقد شرع و راسخ اوتاد سلیمان دولت سکندر سولت حیدر شجاعت حاتم سماحت مربی العلماء و محب الصلحاء المفتخری به خدمت الحرمین الشریفین و مباسی و المباهی بالاحیاء مراسم دین نبی الثقلین از سلطان ابن سلطان از سلطان احمد خان ابن سلطان محمد خان ابن سلطان مراد خان ابن سلطان سلیم خان ابن سلطان سلیمان خان عبد الله تعالی ایام سلطنه الزهرا و حلد اعوام دولته الغراء الى انقراض الزمان و انقطاع اختلاف الملوان. Məsnəvi. Buradan getir Məsnəviyə, amma Çağ xan ki Çağdır, bunu yazaq. Görək ki, bu Çağ xan kitaba bir tarix verdi əslində. Kitab qutarandan sonra. İndi bir vəsətdə bir 10-15 il ən azından bir fasilə düşüb bu arada. Amma deyir ki, Sultan Əhməd xan, Qırmızı Əhməd xanı da türkücə, qırmızıca yazıb ki, bəlli olsun. Əhməd xan ibn Sultan Məhəmməd xan ibn Sultan Murad xan. Üç nəsli görər. Biz indi buradan bir şey tapdıq. Görək, fəqət bunun istəyirəm tarixi çıxadaq ki, ehtimal verirəm. Gedək bura. Əvvəl bunun dilini çevirəcəyik. Şeyə. Eləyə bilək yazaq. Sultan Əhməd xan ibn Sultan Məhəmməd xan ibn Sultan Murad xan. Bu adı çəkilən şəxsiyyət Osmanlı İmparatorluğunun 14-cü padişahı Sultan 1-ci Əhməddir. Pəs Sultan 1-ci Əhməd, onun nəsli və söz qonusu olan şəcərəsi belədir. Atasının adı Sultan 3-cü Məhəmməd xandır. Babası Sultan 3-cü Murad xandır. Sultan 1-ci Əhməd haqda bəzi önəmli bilgilər bulardır. Nədir? Tarixi önəmi. Sultan Əhməd Sultan Əhmədin yenə hər dəfə gələk buna yazaq ki, tarixləri. Mən bunu nə cür eləsəm bu şey olar? New chat. Acaba burada bir active personal context. Import memory to Gemini. Connected apps. Your public links. Team. View subscriptions and notebook. Then send feedback. Help.
Tamam, bu qalsın, sonra buna baxarıq. Bu yəni o şey ki biz istəyirik o deyil. İstəyirəm bunu bir cür eləyəm ki, də həmişə tarixləri şey yazsın. Lütfən tarixləri hicri ilə yaz. Açış burada üstə yazı idi bunun elə. Hər halda beləsi gəldi ki, Sultan Əhməd 1603 ilə 1617 arasında, yəni 14 illəri arasında hökumət edib. O, Osmanlı tarixində virasət sistemini dəyişdirərək dədədən balıya keçə, Əkbər və Ərşəd ailənin ən böyük və ağıllı üzvünün təxtə çıxması qanununu gətirdi. Bu işlə padişahlıq təxtinə çıxanda qardaş qırğınının qarşısı böyük ölçüdə alındı. Memari mirası. Onun ən tanınmış mirası İstanbulda öz adı ilə tanınan Sultan Əhməd camisidir. Göy cami ya da Blue Mosque məşhurdur. Bu əsər Sədəfkar Məhəmməd Ağanın memarlığı ilə tikildi və Osmanlı memarlığının ən önəmli şahkarlarından biri sayılır. Siyasi durum. Onun dövründə Səfəvilərlə savaşlar, Şah Abbas dövrü davam edirdi və nəhayət 1612-ci ildə Nusuh Paşa müqaviləsi bağlandı. Eyni halda Qərbidə Otriş ilə Zituatürk anlaşması da imzalandı. Bu müqavilə ilə Osmanlı padişahı və Otriş imperatoru protokol baxımından bərabər sayıldılar. Bu padişah tarixdə təqvası və xəttatlıq kimi incə sənətlərə olan marağı ilə tanınır. Bu şəxsiyyətin həyatı, oradan gedək bu birislər. Doğum 998-ci ildə doğulubdur və ölümü, vəfatı 1026-da olubdur. Hər ikisi də hicridir. Vəsətdə səltənətini də yazsaq, səltənət 1012-dən daha ömrünün axırıncında 1012. Yəni neçə yaşı varmış bu çıxıbdı? 14 yaşında çıxıb təxtə və 28 yaşında ölüb. Həman o Əhməd xandır ki, çox cavan Kösəm Sultanın, bunun da fikirlərim ki, serialın, dizisin Türkiyədə oynayıblar Kösəm Sultan adında. Mən baxmamışam təəssüflə, amma bu baxmalı bir serial olacaq. Az da olsa biraz o dövrlə tanış elər adama. Tamam. Bu kitab bu zamanlar yazılıb. Yəni ən azı deyək ki, bu 2012-də səltənətə çıxıbdı. Deyək 20-sində məsələn, bu da 26-sında Allahın rəhmətinə gedibdi. Bəlkə də bu kitablar şahın ömrünün belə sonunda yazsa, bu kitab hududən 400, bunu beləsi getirək də, indi bəlkə bir ayrı tarix verəcək. Deyək ki, 1447-ci ildir, yox, bundan çıxsaq 1026-nı, 420 il bundan qabaq, 420 ilə 450 il arasında bu kitabın ömrü ola bilər. Əlbəttə yazının başlanması və qurtarması bəlkə 450-dən hətmən çox olar, amma biz bu qədər ilə bunu deyək ki, beləsi gedək qabağa. Əlbəttə burada bir iş də görə bilirik, bunu da görək. Deyək ki, öz adını bunu bilmədik, hə? Kim tərcümə edir? Öz adını bildik. Niyə? Kəmaləddin Məhəmməd ibn. Tamam. Bunu da yazaq. Deyək ki, Kəmaləddin Məhəmməd ibn Əhməd Əfəndi Əl-Şəhiri B. Taşkirizadə
Girizadə. Görək bunun haqqında bir məlumat verir ya yox. Böyük biblioqraf, tarixçi və alim Kəmaləddin Məhəmməd ibn Əhməd Əfəndi. Məşhur adı ilə Taşküpərzadə. Mən bunu Taşküpər də ehtimalə bunudur. Taşküpərzadə. Əlbəttə burada Taşkübərizadə də yazılır. Bunu da yazıbdır. Osmanlı elmi tarixinin ən önəmli simalarından biridir. O, əsasən elmilərin təsnifi və alimlərin bioqrafiyası sahədə yazdığı əsərlərlə tanınır. Onun həyatı və yaradıcılığı haqda hicri tarixlərlə önəmli bilgilər bulardır. Nədir? Həyat yolu. Bu adamın özünün haqqında Kəmaləddin Məhəmməd. Kəmaləddin Məhəmməd. Bunun haqqında deyir ki, Kəmaləddin Məhəmməd doğumu 901-də doğulubdur. Yəni şahdan neçə il öncə doğulubdur? 1-2 il, 3 il sonra doğulubdur. Yəni bu özü çox cavanlıq çağında başlayıbdı dədəsinin asarına şərhi yazmağa. Doğum tarixi 901. Doğum 901 Hicri. İstanbulda dünyaya göz açdı. Təhsil. Atası Müstəfa Əfəndi və dövrün böyük alimlərindən dərs aldı. Özü də uzun illər Ədirnə və İstanbul mədrəsələrində müdərrislik. Burada deyir ki, professorluq elədi. Məqam. İstanbul qazisi və daha sonra Rum eli qazi əskəri kimi yüksək vəzifələrdə çalışdı. Vəfatı 968-də olubdu. Yəni İstanbulda vəfat edibdi. Onun ən önəmli əsərləri Taşküpəruzadənin əsərləri Osmanlı elmi mirasının kataloqu kimidir. Əş-Şəqaiqun Nu'maniyyə fi Uləma'i Dövlətil Osmaniyyə. Bu əsər Osmanlı dövrünün ən məşhur təzkirəsidir. Osman Qazidən Qanuni Sultan Süleyman dövrünə qədər yaşayan 522 alim və şeyxin bioqrafisini içinə alıbdır. Miftahus Səadə və Misbahus Siyadə. Bu kitab ki, biz indi oxuruq. Kitabın adı Miftahus Səadə və Misbahus Siyadə. Dədəsi yazıb bunu. Bu onu tərcümə edibdir. Mövzuatun fil məvazi və nəsaih belə bir şey dedi. Amma dədəsi yazdığı Miftahus Səadə və Misbahus. Bu dədəsin deyir hətmən. Biraz qatışdırdı burada. Miftahus Səadət və Misbahus Səadə elmilərin kataloqu və təsnifi haqda yazılmış ən ihatəli əsərlərdən biridir. Bu kitabda yüzlərcə elm sahəsi və o sahələrdə yazılan qaynaqlar tanıdılır. Çox önəmli bir kitabdır, bəllidir. Ən-Nəvadir fi Dəqaiqil Cəvahir. Daha çox fəlsəfi və elmi məsələlərə toxunan bir əsərdir. Elmi önəmi. Taşküpərvəzadənin əsəri olan Əş-Şəqaiq özündən sonra gələn bütün təzkirəçilər üçün əsli qaynaq sayılır. O, yalnız bir bioqraf yazan deyil, bəlkə Osmanlı dövründə elmi sistemin necə işlədiyini və hansı elmilərə önəm verildiyini göstərən bir körpüdür. Bu böyük alimin hangi əsəri və ya onun əsərlərindəki kitab tanınmaları haqda daha etraflı bəhs etmək istərsiniz. Əcəba Kəmaləddin Məhəmməd
atası yazdığı Miftahul Saadet ve Misbahül Siyadet ti Türkçe'ye çevirip ve ona da şerhi yazmış mı? Görək nə deyir bunu? Bəli, düzgün buyurursunuz. Bu konuda önemli bir nöqtə var. Kemalettin Məhəmməd Taşküpərvizadə atası İsaməddin Əhməd Taşküpərvizadənin Ərəb dilində yazdığı məşhur Miftah-ı Sadə və Misbah-ı Siyadə əsərini Türkçəyə çevirib və onu genişləndirib. Bu prosə haqda dəqiq bilgilər belədir. Əsli əsər atası İsaməddin Əhməd Əfəndi. Bəs bunun da adı İsaməddin Əhməd Əfəndidir. Vəfatı 968-də olubdur. Üstə elə pəs onu düz dedik. Bu adam üstə dedik ki, bu adamın 968-də bu adam özü fot eləyibdi burada. Elə bu dədəsinin ya atasının adını yazıbdı acaba, bir də baxım. Əsli atası İsaməddin Əhməd Əfəndi 968-də bu kitabı ərəbcəyə yazmışdı. Bu əsər elmilərin təsnifi və tanıtdırılması sahəsində bir şah əsər sayılırdı. Türkçə tərcümə və şərh. Oğlu Kemalettin Məhəmməd Əfəndi vəfatı 1030-da. Allah Allah, necə ola bilər? Dədə baladan sonra ölübdü, yəni. Kemalettin Məhəmməd Əfənd 1030-da ölübdü. Dədənin 30 yaşı varmış, oğlu yox, ola bilməz, bu ağla batmır. Çünki bu adam dədə 900 neçədir dedi doğulubdu? 901-də doğulubdu. 968-də də Allahın rəhmətinə gedibdi, dədə əgər olsa. 930-da da oğul olsa, deyək bu elə nənədən doğulanda uşağı olsaydı 30 yaşı olardı uşaq öləndə. Eləyə bilməz bu dədəsinə tərcümə yaza ki. Burada bir şeylər qatışdırır. Bunu gen də bir dəfə də təvəccühünüzü cəlb eləyim ki, tarixlər burada bu şey qatışdırır. Atasının bu kitabı o dövrün Osmanlı əsərin adı bu türkçəyə tərcümə olmuş Mövzuatul Ulum adı verildi. Doğrudur, bunu oxuduq. Bu adı Mövzuatul Ulumdur. Mövzuatul Ulumun əsərinin özəllikləri. Genişləndirmə Kemalettin Məhəmməd yalnız sadə bir tərcüməyə kifayətlənmədi. O atasının əsərinə yeni bölümlər, görürsünüz, axı orada müqəddimə dedi ki, atam ölübdür. Gəldilər məndən istədilər bu əsəri tərcümə eləyəm. Ola bilməz bu beləsi şey ya. Siz burada bu ata-balanı bir-birləri ilə qatışdırmışsınız. Çün ata min birdeydi də, ha? Dokuz yüz birdə. Ata 901'də Ata 901 Hicri'də doğulmuşsa və 968'də vəfat etmişsə
necə ola bilir ki, onun oğlu 930'da fot etmiş ola. O halda ki atasının fotundan sonra kitabı Türkçəyə çevirməyə başlar, amma əlavə etdiklərindən dolayı şərh ortaya çıxır. Haqlısınız, tamamilə doğrudur. Tarixlərdə və atalarla oğulların kimliyində bir qatışıqlıq baş verdi və bu diqqətinizə görə təşəkkür edirəm. Bu yanlışlığı düzəltmək və qonunu dəqiqləşdirmək üçün bu bölümə baxaq. Sizin də qeyd etdiyiniz kimi, bizim bəhs etdiyimiz məşhur alim İsaməddin Əhməd Taşqupərvizadədir. 901-960'da İsamettin'dən danışır bu. Tamam. Miftahü Səadə və Misbahü Səadə kitabının əsli müəllifidir. Dəqiqləşdirmə və düzəltmə. Ata İsaməddin Əhməd məşhur Əş-Şaqaiqül Nu'maniyyə və Miftahü Səadə əsərlərini ərəb dilində yazan böyük alimdir. Bu 1-də doğulub 68-də vəfat edibdi. Tamam. 901'də doğulub orada. Oğul Kəmaləddin Məhəmməd atasının vəfatından sonra onun yolunu davam etdirən oğludur. Onun vəfat tarixi sizin buyurduğunuz kimi 930 değil, atasından sonradır. 1030. Mənim öncəki yazımda 930 ilə 1030 arasında bir yanlışlıq olmuşdur. Tamam, bunu yaxşı o cür yazmışdı, yoxsa mən iştibah yazmışam, o da ola bilər ki, mən iştibah görmüş olam. Burada yazıb 1030, düzdür, mən iştibah eləmişəm. Aha, oldu, indi düzəldi. Oğlan neçədə doğulub, yaxçı? Oğul 930'da və 1030'da. 100 il yaşayıb adam. Bu Kəmaləddin Məhəmməd atasından sonradır. Mənim öncəki yazımda 930 ilə 1030 arasında bir yanlışlıq olmuşdur. Türkcə tərcümə. Oğlu vəfatın fəqət yazıb 1030'dadır. Oğlun doğum və ölüm tarixlərin birdə və dəqiq yazar mısınız? Oğul Kəmaləddin Məhəmməd Əfəndi atasının Miftahüzzadə əsərini Türkçəyə çevirib ona şərh və əlavələr edən şəxsiyyət odur. Doğum tarixi 959'da gəlibdir. Bəs bu şeydir, o 900 959 doğum və vəfat 1030. Tamam. 1030. Tamam. İndi düz gəldi.
Məşhur Əşqəri Nursən Vəsmət əsərlərinin ərəbcəyə tərcüməsi. Doğum tarixi 901 Hicri və o yəni tamam dədəsi bu zaman ölübdü, o da zaman. Nəticə Kəmaləddin Məhəmməd atası vəfat edəndə təxminən 9 yaşında idi. O böyük alim olandan sonra atasının yarımçıq qalan ya da genişləndirilməyə ehtiyacı olan əsərlər üzərində çalışırdı. Yenə də burada bir çəlişki görürəm, yəni cür gəlmir. Niyə ki, adam kitabında bir ayrı cür yazdı. Yazdı ki, mən bu səhifə 5-ci səhifədə qeydim biraz dalıya onun atası haqqında yazdığı. Deyir ki, lakin zəban ərəbi bir də buradan bu qədər böyle bir kitabı nəfis ola insana xəlvətində cəlis ana bir bəsdür musahib və yaran kimə kim ola bu kitab ənis Nəsr intiqal mərhum və məbrurdən sonra kitab məzkur miyan xəlqidə bir mərtəbə müntəşir və məşhur oldu ki zaman seyridə uləma-i təhsilinə rağib və kitabətində bəzli cəhd و məşəqqət edib qədri ali və bəhası ğali olub uləma-i afaq fəzilət müəllif və müəllif üzərə ittifaq etmişlərdir. Lakin zəban ərəbiyi idrak etməyə sahib əql səlim zehni dərrac olanların cümləsi qadir olmayıb bəlkə bilməyə əvasit nasidən ol zəban ilə istinas etməyənlər fəhmindən aciz və qasir və istixracına qadir kimsənə nadir olmağın bəzən ixvan səfa və yaran vəfa bu fəqirə gəlib ol şahid خوب izzəti السلوکün libasını tərz رومə təbdil etsə göz hər kəs ani seyd و təhsil etməyə rağib və ani istinsaxə talib olarlar və ol səbəbdən nəfi əm müfaidəsi ətəm olsa mənasib dəcildür bəlkə bu xidmət mərhumə dəxi xidmət və baisi dua و rəhmət olurdu دیگه اقدام رضا تحریک اقدام kümeyti əqlam eylədilər. Bu fəqir dəxi bənim kimi ömrünü mala yənidə izaə eyləmiş müflis bi bəzaədə bu məqulə əmr xətirə mübaşirət və böyle kar düşvara mübadirət eyləməyə nə qüdrət olə və دیگه imtina ilə cavab verdikdə mucab olmayıb əlbəttə və valid mərhumun irsi malindən hissedar olmadınsa irsi ilmisindən xud bəhrədarsan ələl xusus ol ustadın məzhər feyz əqdəsi olan nəfs ənfəslərindən təbərrüş və istimdad ilə təhsil istedad etmiş olasın anlardan maədə əfzər dəhrün əksərindən ələl xusus ustadül külli və rahnumay əqvəmi sübül şeyxülislam və müqtedai ənam mərhum Həzrət Əbu'l-Suud əkrəməhur Rəbb əl-vudud fil cənnəti təhtəl zillil məmdud xidmətində. Axı burada təqribən üstəki cümlədə deyir atasının bəlkə deyir ruhundan yəni ustadın məzhər feyz əqdəsi olan nəfs ənfüslərindən təbərrük ehtimalən yəni deyir onun ruhundan bir şey alarsan odur pəs. Gedək kitabımızın buradan qalanına. Sultanın haqqında bir şeylər gəldi dedi, ta gəldi yetişdi buracan. İndi hər halda bu kitab sultanın zamanında yazılmış olsa, yəni Sultan Əhməd xanın zamanında yazılmış olsa, bu kitabın ən azından 422 il ömrü var. Yəni son çıxanı bunun zamanında olub. Əlbəttə bu sultandan sonra bu adam
çox da qalmayıbdı. Yəni 3 il, 4 il sonra, yox, 50-də ölübdü də bu da ha. Yox, 30-da ölübdü. 4 il sonra da bu ölübdü. Yəni indi bəlkə o davalarda bu da ölübdü. مثنوی مؤلف شاه اعظم معین ملت دین ناصر شرع و معدلت آیین نامی احمد سمی مخبر جهان سمی فخر جهان بهجت اقرای ملکت عثمان باب آلیسی قبله آمال اولدی خلفه خلقه مطاف کعبه مثال روزه بارگاهی باغ ارم بوستان سرایی çarmi çarm belə bir şeydir. Qulluğuna qəbul edərsə əgər cümlə şayan onla fəxr eylər. Bəndəsinin bəzm edib irsal ani Misr əziz abdır. Aziz eydərdir. Hal birine dahi edib ihsani nami anın olur. فرمان همان فرمخانی عدل kim padişaha ede niyet. Ad ehtimalən biraz şeir kimi yazıb. Lacerəm dövləti bulur qüvvət. Şahımız şimdi adl dad ilədir. Aql و tədbiri də sedad ilədir. Lütf və haqq dövlətində etdi zuhur. Məmləkət oldu cümlə məmur. Böyle şahi xuda edə baqi. Ola hər dəmdə hafız rəvaqi ehtimalən. Nəsr. Görək bu kitabın bir şeylər nə yazır. Pəs rica vasif və ümid sadiq oldur ki, bu نغره خام و کلمات بی انتظام مشمول نظر پادشاه زمان و مقبول و خداوند جهان olub میان عالمیاندا دخی رواج و اعتبار و رغبت و اشتهار bulub طلاب علوم و معارف متاویسinde olan فواید ilə منافع کتابه واقف olub mütaliəsinə rəğbət və istiktab və intişarına himmət eyləyərlər. Əgər səhv və zillət və xəta və qəflət səbəbi ilə ki, hər biri insana lazım mahiyyət mərtəbəsindədir ki, ulun nasi evvelun nasi məsələnin mənası ol məfhumi ifadə edər içində bəzi xətaya vaqif və qüsur fəhmidən naşi səqətata müsadif olurlarsa bər müqtezai hamlül mümini aləl salah qabil təsih olanları islah eləyib vaqe olan qusurum damən əfvləri ilə məstur və sadir olan xəta və cürmüm qələm iğmaz və səfhi ilə məzur və məğfur olub bu əbd zəifi duayı xeyirləri ilə yad və bə'd vəfatihi əsnai mütaliədə ruhini qəraət fatihi şərifə ilə şad edələr. Allah Teala rəhmət eləsin, ruhu şad olsun. Belə bir gözəl yazı bizə qalıbdır və gözəl dil. Və ma tevfiqi illa billah aleyhi təvəkkəltu və ileyhi unib. Allahümmə ec'al sə'i məşkuran və zənbi məğfuran və əhşurni təhtə livai habibikə Muhammedin sallallahu aleyhi və səlləm mə'əddini ən'amtə aleyhim minən nəbiyyinə və siddiqinə və şühəda və salihinə və uləma əl-amilin və məşayixul kamilin və arz dari zəganildə belə bir şeydir. İhtimal ərəbcədir burası, bilmədim. Müşahid kamilin və dari zi fənal ləzzəti dari zi fəna dar zil fənalizəd لذة النظر إلى وجه الكريم بالإكرام
el-Ekremin. Orada bir kəlmə yazmışdı, onu baş tapmadım. Nə ərəbcə oxuyum, ya türkcə baş tapmadım. Ya Rabbil Alemin. Və məlum ola ki, müəllif əsli mütərcim olan Valid Macid əleyhürrəhmə Əl-Məlikil Vahid bu kitab-ı Cəlilü Qədrin ibtida və sədrini bir dibatə bəliğ şərif ilə təzyin və غرایز آبکار معانیسini hülal ibarat fəsihi latife ilə təhliyə və təhsin eyləmişdir ki, ilə müşahidə və fərad eyləyən ارباب علم و معرفت bu تألیف ایلین فاضل منشی سخنان صحبان و حسانی صحبان و حسانی منشی دردیو cəzm və təhqiq və kim türk ola olul və kim tərəkəl ol axəri və kim tərkəl əvvəlil lil axəri fəhvasını təsdiq eyləmək müqərrərdir. Eylə olsa ol dibati şərifəyi dəxi bu tərcümə zəifəyə dibatə olmaq üzərə tərcümə olunmaq mülahizə olunub. Lakin anda olan elfaz fəsihə kitap buradan başlanır aslında. Yani bu birisi səfədə başlanır və ibarat-ı bəliğə zəban-ı türkiyə nəql و təhvil və tərcümə və təbdil olunduqda ol səfa bəxş və mətbu və dilkəş olmayacağı müqərrər olub bil külliyə tərk və ismal olunmaq dəxi layiq və müqtəzai məqamə mutabik və təbai səlbimiyyə müvafiq olmağın əshab fəhm و irfan olan yaran və xullan ilə böylə rəy olundu ki, əvvəla sənduqi xatir fatir məhzunidə mədxər و məxzun olan خزراتی الفاظ بی انتظام منشور سلک و سمتی سطوری نظم olub şikəste bəstə ehtimalən nöqtəsi yoxdur. Şikəste bəstə bir dibatə-i qüsəstə inşa və uyub qüsurumuz ifşa olunub bə'dəhu dibatə əsl mütərcim ki مانند در شاهوار آبدار و منظمدür حسب المقدور مع کمال القصور tərcümə olunub. Ol dəxi təbərrükən ibtidai kitabda səbt və təhrir olunub. Ol xumay fərruxfal və zərrinbal dəxi dam kitabət və vaqti ilə şikar və seyd olunmaq kitabət və qeyd ilə dəxi dam kitabət və qeyd ilə şikar və seyd olunmaq münasib görülmüşdür. Ta ki bu kitabə dəxi şərəf bəxşa və behçət əfza olə və haza ibtidai şurui fi tərcümətil kitab və Allahu muvaffəq lis-savab və ileyhil mərcə vəl məb. Buradan yazdığı bir müqəddimə idi. Buradan sonra gedir kitabın içinə və kitab Bismillahirrahmanirrahim vehil own kəlməsi ilə başlayır. Bu da davam edir. Çox uzundur. Mən görüm bunun sonki səhifələrində bunun şeylərini yaza bildik ya. Hala davam edir. Çoxlu gəlir. Hala davam edir. Burada da bir şey yazıb. Görək burada nə yazıb. Təşbih eylədim və imam-ı məqsudə bir qəd müqəddəmat təqdim eylədim ki, hər biri miftahi məyamin və bərəkatu və mübdi cəmi səadətdir. Bə'dəhu iki tərəf zimnində ana bir qaç duhat itba eylədim ki, hər biri mütəzəmmini səmərat təyyibatıdır. Haqq-ı Teala'nın fəzlindən mövcududur ki, mərcudur ki, bu xüsusidə səyimi məşkur və əməl-ü seyğimi məbrur eyləyib
bu dünyada olan əmalım ilə bəni fərdayı qiyamətdə məsrur eyləyə. İnnəhul cevadul kerim vel birr raufur rahim. Hər halda buracan bu da özünün, yəni kitabın yazan ərəbcə ki yazıbdı, onun müqəddəməsidir və kitab əslində yenə Bismillahirrahmanirrahim və bihi nəstəin ilə başlanır. Əvvəlində yenə də tamam kitabları ta Həzrəti Allah'a və Həzrəti Muhammed Rasulullah'a iradətin əshabə göstərir. Ondan sonra da bir konuları yazır ki fəzilət təlim. Amma kitabda daxil Haqqı Teala'nın qavlidir ki buyurmuşdur. Fəlola nəfərə min kulli firəqihi minhum taifətun liyətfəqu fiddin. Bəğyə əmr cəhadı ki əhəmmin məsalihi ibadi ikən yenə çox, yəni kitab mən istəyirəm görüm ki onun konusuna gəlib yetişib deyə yox. Fəzilət təlim. Amma kitabda var olandır ki Haqqı Teala buyurmuşdur və liyenzuru qavməhum iz irca'u ileyhim. İnzardan murad ta'limidir. Nitekim henüz murur eylemiştir. Və yenə Cenab-ı Hak buyurmuşdur. Və izâ əxəzəlləhu misâqəl-lezîne utul kitâbe li təbnəmənebbdüllənnas və la təktemunəhu. Bu ayət-i kərimə dəxi icab-ı təlimi ifadə edər. Və yenə Haqqı Teala buyurmuşdur. Də ilə səbili rabbikə bil hikmət. Səbilullah dəvətindən murad təlimi ilmi hikmətdir. Böyləsi çox əcib elm haqqında ciddi bir kitab imiş. 1550 səhifədə. Müqəddəmələri yazır. Burada neçədən müqəddəmə yazır. Mən bir iş görürüm. Bunun hər 100 səfəsindən bir 3-4 sətir oxuyayım. Gedim əvvəl 100-ə gedim. Aha. 100-cü səhifədən görək ki nə var. Kitabın bir dənə hədis kimi Əbu Mənsur Əbdülməlik ibn Məhəmməd ibn İsmail Səalibi Nisaburi deyər. Səalibi cüludi Səalib xəsatinə nisbətdir. Bəğyi delkü pusti deməkə mənsubudur. Dülkü pusti deməkə mənsubudur. Səabidi cülud səalib xəsatinə nisbətdir. Bəğyi delkü yəni dülkü pusti dikməyə mənsubudur. Və dəxi onun müəllifatındəndir kitabı Fikhul Lüğə və Səhərül Bəraə və min qabi minhul mütrebi sahibi kitab və xeyrəhu əl-əvani xeyruhu olan İbn Sam onun haqqında demişdir ki vaxtında səalat ilmi rai və cəm iştat nəsr و nəzm mərasimini mərai zamasında müraizəsində rəsul müəllifin və sahibi qəranlığı cəhətdən imam-ı müsennifin olub cəmi diyarə zikri manənd seyri məsəl sair və abat əbil ana zərb olunmaq ilə beləsi devam edir. Yəni bu da bir iş imiş, onun haqqında tozih verir. Gedək 120-ci səhifəyə görək ki, nədir olur bu niyə? Gedək 200-cü səhifədən bir-iki kəlmə oxuyaq, bir-iki cümlə.
İntiha imdi bu zikr olunan tafzilden ma'lum oldu ki Turuq İbn Abbas'da Turuq tarigi kelbi ohidir ya da ohi ümmidir. Belə bir şey yazıbdır. Kelbi ohidir. Amma əgər ana Muhammed ibn Mervan Seddi Sagir rivayı münzəhə olursa ol silsilətül kezb olur. Burada gəlir deyir ki, yəni əgər filan kəs demiş olsa, çünki filan kəs yalandı ya da yoxdur, o silsilə ki düzəldib filan kəsdən, o da ondan bir sözü deyibdir, deyir küllən silsilətül kezb olur. Əksər Vahidi və Sə'ləbi bu rivayətdən təxrih edərlər ya təxric edərlər. Eləsi bir şey olacaqdır. Məzbur Muhammed ibn Mervan Əs-Sedi Kufidir. Bu deyir filan kəs Kufədədir. Küniyyəti Əbu Əbdürrəhmanıdır. Təfsiri Külbidən sima eyləmişdir. Kəlbi bir adam adıdır. Özdə it mənasındadır, amma nə denilirsə adamların adıydı. İndi də elə lorlarda var, adlar, səgvəndə filan vardı. Təfsiri Külbidən sima eyləmişdir. İmam Vahidi Dəxi Ali ibn Əhməd ibn Muhammed ibn Aliyyül İmam Əbul Əl-Həsən Əl-Vahididir. İmam müsənnif və müfəssir və nəhvi və ustad əsr vahidi dəhridir. Ustad əsr və vahidi dəhridir. Zaman şəbabidən təhsil ilmə şitab edib nəqd ömrünü ol təriqdə ittifaq etdiyinə amme-i xalq ittifaq eyləmişdir. Necə əyimmədən usuli itqan və təkmil əqidə və iqan edib əlam uləmai ümməti təvaf və mülazimət xidmət işraf ilə tələb fəvaid və qiraət kütüb əsfar üçün təhəmmül məşaq əsfar eylədi. Təhsil təfsir ahun məclisi səalibiyə mülazim tamam devam edir. Gedək 300-cü səhifədən əgər olsa yenə də kitabın əvvəlindən oxuyaq, bu birisi səhifədən oxuyaq. Xülasə Əl-Fətadi ya Əl-Fətavi kitab adıdır. Xilasətül Fətavi ki Şeyx İmam Tahir ibn Muhammed ibn Əhməd ibn Abdurrəşid Əl-Nəccardır ehtimalı, Əl-Bəxxar Nikdür. Kitab Əl-Vaqiat dəxi anındır. Dünyətün nəmənə, burada bir kitab vardı, Dünyətün Ənladəndir. Kitab-ı Tətimmətül Fətavi ki Məhmud ibn Əhməd ibn Abdüləziz Əbul Məalinün təlifidir. Qasım ibn Fətlubğa etdi. Bizim əlimizdə olan nüsxədə böylədir. Amma Əbdülqadir ani Muhammedlər zümrəsində eyləmişdir, zikr eyləmişdir. Və fətvadən kitab-ı Nəsabül Füqəha dəxi anundur. Dinətü anlərdəndir. Dinəhu anlərdəndir. Və yenə anlərdəndir. Dinəhu da deyir, o da deyir. Üstü də bunu qələt oxumuşdum, burada da. Və yenə anlərdəndir. Kitab-ı Fətavai Qazi Xan ki Fəxr-din ilə-l-Məfaxiri yaxud Əbil-Məhasin Əl-Həsən ibn Mənsur ibn Məhmud ibn Abdüləziz Əzdərcəndi Əl-Fərqai ki Qazihan ilə məşhurdur və Ürcənd nəvahi İsfahanda Üzcəndi də ola bilər. Üzcəndi nəvahi İsfahanda
Fergane grubunda bir Medine'dir. Bi Abi İshak İbrahim ibn İsmail ibn Abi Nasr sen tamam beləsi davam edir. Bunları kitab üçün oradan buradan oxuyuruq. Məfhumu çox bizə şey olmaz. Gedək 400-cü səhifədən bir görək ki, burada nə var? Qaidə. Əvvəl zamandakı əmr xidmət məhzuf, əmr həsb. Əvvəl zamandakı əmr həsb məhzuf fe'l olub, əmr həsb məhzuf fe'l olub, mafi və məzkur olan fail olmaq ilə məhzuf mübtəda və baqi xəbər olmaq beynində dair olsa, təriq sani oldur, zira mübtəda eyni xəbərdir به حسب ذات. O təqdiricə həsb həman ədəm həsb və isbat tamam. Digər ədəbi qaidədən danışır ki, çox ağır bir məsələdir. 500-cü səhifədə gələk görək ki, nələr var? Deyir ki, qəbri istiqbal ilə cidar qəbrün zaviyəsində olan saribən 4 zira miqdari məhəldə və qəndili baş üstündə qiblə cidar hücrəsi nəmənə müstər və təqlili səndən və dəgüldür. Bəlkə bir miqdar ərbəid موضعdə vüquf ehtiramə əqrəb pəs ol məhəldə deyə Əssəlamu aleykə ya Rasulullah, Əssəlamu aleykə ya Əba bəni Nəbiyyullah, Əssəlamu aleykə ya Əminullah, Əssəlam. Bunlar belə ziyarətlərin ehtimalən danışır ki, Həzrəti Məhəmmədə görə belə bir gedək 600-cü səhifədə görək ki, nə var? Burada bir ortada mətləb-i sani deyə bir mətləb yazılır. Görək biraz da yazıb qismətlərdə ehtimalən əks alanda ya da ki, elə kitabın özündə gedibdir biraz, o qədər görsənmir. Bu hər iki səfədə əlbəttə bu cürdür. Baxaq görək. Mətləb-i sani. Səfərin əvvəli hərəkət zəhuzindən axır rücu zəmaninə dəkin olan adayı bəyanindədir. Anlar dəxi ol bir adabıdır. Onlar dəxi 11 adabıdır. İbtidasında məzalimdir və ibtidasında məzalim və vərayi tərd edib düyününü nəmənə belə bir şeydir qəza iliyə düyününü ehtimalən deynünü edə ola bilər deynünü borcunu qəza ilə eyliyə və nəfsünün və əyalünün nəfəqələrini halalidən edad və ihza edər və ol miqdar nəfəqə əxz eləyə rüfəqasına dəxi tavsiyə məcal ola rəfiq şəfiq ixtiyar eyləməkdir zira ər-rəfiqü sümmət təriq demişlərdir daxi rəfiq olan kimsə dini əmridə müəyyən və sədiq olmaq gərəkdir ki əmr dinidən birini nisyan vaqi olsa təzkir eyləyə təzəkkür eyləyə tamam beləsi gedək 600'ü oxumuşduq gedək görək ki 700'də nə var 700-cü səhifəyə baxaq görək ki əvvəlindən biraz oxuyaq sağ tərəflərini oxuyuram da həmişə bu kitabın və əxbar və asardən məfhum olan səbrün şükr üzərinə əfzəliyyətidir zira səbr hal fəqrdir və şükr hal qənidir
bunda cəmi nasa məqnə vardır. Lakin onlardan əhli təhqiq olanlar cah olur ki, təfsil etməklə həqiqət hali kəşf edərlər. Təfsili budur ki, ulum zahirə əhval üçün iradət olunur, əhval əmal üçün. Amma ulum batinədə əhval murad olmaz, illa ulum üçün olur və əmal əhval üçün olur. İndi cümlənin əfzəli mərifətullah Teala'dır. Ol mərifət təvəssül olunmaz. Ol mərifətə təvəssül olunmaz, illa əhval qəlbi ilə təvəssül olunur. Ani mükəddər etdin təsviyədə bundan sənə əmal ya cəlb zülmət qəlbi ilə qəlb eyliyə ki ol məasidir və ya xud səfai qəlb cəlb eyliyə ki ol taətdir. Tamam, şeydir, çox ciddi bir kitabdır bu, qarşıya qalmışıq. Kitabın son səfəsinə baxaq və kitabımızı qutaraq. لو كنت متخذا خلیلا لا تحزت Əbu Bəkr Xəlila və lekin sahibəkum Xəlilur Rəhman buyurmuşdur. Yəni əgər mən bir xəlil ittixaz eyləsəm, xəlil yəni yoldaş, Əbu Bəkri xəlil ittixaz edərdim. Lakin Səhrün sahib, bir dənə kitabdır Səhr ehtimalən, Səhrün sahibiniz, yəni Cənab-ı Aliləri Rəbb Rəhmanın xəlilidir. İndi iki xullət bir qəlbidə cəm olmağın bəyan etdicinə hüllət Rəhman batin qəlbinə təhəllül eyləmişdir və onun hübbə qəlbində mütəməkkin olmuşdur. Ol əcəldən qəlbində heç bir xəlil və həbibə nə mənə bu ərəbcədə, amma bir oxuya bilmirəm nə mənədir. Yəni nuxtədir, nədir oxuya bilmirəm bunu. Yəni cayı güncayış tərk etməmişdir. Və dəxi Həzrət sallallahu aleyhi və səlləm ümmətinə demişdir, əmr ilahi ilə in kuntum tuhibbunullah fəttəbiuni yuhibbukumullah. Həzrət Risalət pənahın ümməti ol kimsədir ki, Həzrətinə ittiba eyləyə və ona ittiba eyləməz, illa ol kimsə edər ki, dünyadan e'raz edib, ahirətə iqbal eyləyə. Zira Nəbi əleyhissalam dəvət etmədi, illa haqqı Teala'ya və yevm axirə dəvət eylədi və sərf etmədi illa dünyadan və xututi acilədən sərf eylədi. İndi sən dünyadan eraz edib ahirətə iqbal etdicün miqdar səbil Resulullah'a suluk etmiş olursun və səbəbinə suluk etdicün miqdar Resulullah'a ittiba etmiş olursun. Orada da səbəb deyir. Səbilinə suluk etdicün miqdar Resulullah'a ittiba etmiş olursun və ittiba etdicün miqdar ümmətdən olursun və dünyaya iqbal etdicün miqdar səbilindən udul edərsən və ana mutabiətdən e'raz etmiş olursun və ol taifəyə mülhəq olursun ki, Haqqı Teala onlar haqqında tamamən məntaqa və asır el-həyat dünya fə innəl cəhimə hiyəl məva. Əgər sən nəfsündən insaf edib halinə nəzər eyləsən ki, səbahə daxil olduqdan məsaya daxil olunca xutut acilədən xeyri nəsnəyə səy eyləməzsən, sən fərdi furuadə
anın ümmət və furuadə anın ümmət və ətbaəndən olmağa təmə eyləməz idün. Əgər kəndini bu əfal üzərinə müqir ikən ya musir ikən yenə ümmət və ittibaədən zənn edərsən, nə əcəb zənn bəid və nə əcəb təmə-i bariddir ki, Haqq Teala buyurmuşdur. Fənəcəlül müsliminə kəl-mücriminə fələkum ma ləkum keyfə təhkimun. İndi Haqq Teala'dan rica edəriz ki, bizimlə istidamız görə muamilə eyləməyə və bizə təfəzzül və ihsan eyləyə. Onunla ki, kəndi zati kərimi ana əhl və rəbb və Rəbb minnə və səə və Rəbb minnə miə və səə bilmədim də oldu. Bayaqlar düz oxumuşdum, indi oxuya bilmirəm. Fikirəm yorulmuşam ona görə. Kəndi zat kərimi ana əhlidir. Bimənnihi və səəti vücudihi ki, cəvad kərim و rəuf و rəhim məlik qədimidir. Velhamdülillahi vahdehu ve sallallahu teala ala seyyidina Muhammedin ve alihi ve sahibihi ve tabi'in ve tabi'it tabi'in ve razıya anhu anna ve raziyallahu anna ve an abaina ve ustazina ve an ashabil hukuk nedir bunu bayaq oxuya bilmədim. Aleyna el-affü elə bir şey olacaqdı. Ashab oxuya bilmirəm çünki hüquq oxunur əslində. Hüquq aleyna və ən əqaribina və əşairina və ən hüquq orada məni verməz, amma nə mənədir baş tapamıram. Ən əshabil hüquq ola bilər. Ən əshabil hüquqi aleyna, onlar ki bizə haqqları var, onu mən deyir. Aleyna və ən əqaribina və əşairina və ən cəmi'il müsliminə əcməin. Amin ya Rabbəl aləmin. Kitabın axırında istəyirəm görüm bu adam öz kitabına bir o ərəbcəsinin bir şey yazıbdı, onu yazmışdı, amma kitabı tapdıq. Yəni əslində kitabın bu kitab iki nəfərin əlinin əsəridir. Biri kitabı yazıb ərəbcə və biri onu tərcümə etdi. Ərəbcə yazan dədədir, tərcümə edən baladır. Əsl kitabın adı Miftahül Səadəti və Misbahül Siyadətdir. Ərəbcəsi, dədə yazan. Oğul yazanın adı Tərcümi Muvzuatul Ulumi fi Məvaiz və Nəsaihdir. Oğlun adı Kəmaləddin Məhəmməddir. Dədəsinin adı Əhməd Əfəndi Əşşəhir be Taşpəruzadədir. Yazı tarixi. Bu kitabı 1006'da yazıbdır. Kitabın özünün mətnində oxuyanda dedi ki, bunu 1006'da başlayıbdı. Çağ. Əlbəttə ehtimal ərəbcəsi bu olacaqdı, yəni. Ehtimalə ərəbcəsi 1006'da yazılıbdı. Hangi çağda bu kitab yazılıbdı? Cəlibdir ki, bu adam bir şey deyir ki, mənim ağlıma batmır yenə. Bu adam deyir ki, bu tərcüməni mən Sultan Əhməd xana ki, Sultan Məhəmmədin oğludur və Sultan Məhəmməd də Sultan Murad xanın oğludur, ona əsrində yazmışam. Ondan da istəyirəm ki, bunu mədrəsə kitab eləsin. Bu da ağla sığışmır. Niyə ki, bu adam dədəsi hava olmuşdu, özü hava. Yəni bu kitabı tərcümə edin, oğul. Oğul 959'da doğulubdu. 1030'da ölübdü. Yox, düz gələr. Çünki bu şah da 998'də doğulub, 1020'də, 1026'da ölübdü. Doğrudur, 1006'da yazsa bu yazar, düzdür. Bunun zamanında yazar, amma cəlib ki, bunun zamanında bunun 8 yaşı olanda şahlıq eləməyib ki, bunun 12 yaşı olanda səltənətə çıxıbdı, ya 14 yaşı olanda səltənətə çıxıbdı.
Neçə yaşında çıxıbdı, onu gördük, bir yerdə yazmışdım. 14 yaşında səltənətə çıxıb bu Şah Sultan Əhməd. Yəni 98-də doğulsa, 1012-də bu çıxsa bura, nədir olar ki, 2006-da buna kitab yazar. Biraz qatışıqdır tarixlər. Bəlkə də mənim savadım yetişmədi kamil bunu idrak edəyəm. Hər halda çox ağır bir kitabdır və çox mənim özümə şəxsən bu kitabın önəmi budur ki, o zamanda 300-dən çox ulum-u funun haqqında burada məlumat verir ki, bu kitab, bu elmlər var, bunların adı budur, bu məşhur kitablar bu haqda budur, tərifi, bu elmin tərifi budur, buradan başlanar, qayəsi də budur, nəhayəti də budur, bunu istər ələ gətirsin. Yəni 300 dana elmidən neçə yüz il, ən azından deyək ki, bu kitab, əlbəttə buranın əgər bu kitab 1006-da yazılmış olsa, tərcümə, bu tərcümə 1006-da olsa, yəni 441 il bundan öncə bu kitab yazılmış olar. Amma əgər deyək ki, bu şahın son zamanlarında yazılıbdır, onda məsələn 420 il bundan öncə yazılmış olur. Hər halda çox ciddi bir kitabla qarşıya, xüsusən ki 420 il bundan qabaq türklərin əlində olan məşğul olduğu elmlərdən danışır. Ehtimalən teknolojilərdən danışsın. Kitabı oxumadıq. Biz özümüzün geçmişdə toplumumuzda nələr var idi, nələrlə məşğul idik, nələri yaddan çıxartmışıq, ya onların sonucu nə ola bilərdi toplumda indiyəcən və bizim başımıza nə gəlib onlardan xəbərimiz var ya yoxdur, bu kitab bizə onları deyə bilər. Çox önəmli bir şeydir. Məncə çox önəmli bir kitabdır. Çox önəmli bir kitabdır. Özəlliklə bizim sosioloji baxımından, sosiolojimin də baxında elm və teknoloji baxımından o tarixdə 440 il bundan qabaq nə varmış, toplum necə yaşırmış? Dedim toplum olaraq yox, toplum necə yaşırmış iqtisad, ekonomi olaraq və elm olaraq, təhsil olaraq necə yaşırmış, onu bizə bu kitab açır. Və bunun əlbəttə dedim, qabaqcında 2 kitab oxumuşduq, biri hünər haqqında, biri iş haqqında. Ki elə onlar da hərəsi 300-400 dana kitabın, 400 yox, amma 300-dən çox incə sənət və elə o tədadda da şey haqqında, iş haqqında ayrı-ayrı kitablar oxumuşduq. Amma bu kitab 1550 səhifədə, burada indi 1500 burada yazır, 10 burada da elə yazır, 1510, tamam. 1510 səhifədə bu kitab deyir ki, əlbəttə kitabın əvvəlində də bir şey yazmışdı, ona baxım. Burada 980-də burada çox aydın, aşkar görürük ki, yenə o şey tarixlərə ola bilər. Orada da 1004-ü görürük ki, yenə də o biz oxuduğumuzu. 701 səhifə olanda burada yazıb 701 vərəq. Yəni 1402 vərəq deməkdir. Amma kitabın axırına bir baxaq ki, özü səhifə qoymayıbmı? Səhifələrə bir nömrə qoysa yaxşı olar. 752 burada qoyubdur. Yəni ən son səhifəyə nömrəç qoyublar. 752 qoyublar. Bu kitab latincədir bu qoyulan. Yəni ki, bunları sonralar qoyublar. Kitabxanada bunu əks salanda ya ondan qabaq ya sonra bu kitabı qoyublar ki, əgər bir səhifə çıxılsa xəbərləri olsun. 752 səhifə, yəni 1504 səhifədən ibarətdir. Əlbəttə cildin də əksini salmayıbdır. Cildin eşik tərəfinin əksini salmayıb, içəri tərəfinin əksini salıbdır. Burada da yenə də 1002-ni görürük. Burada da bu tarixi qoyub, 1002-ni burada yazıblar axırda. Allah bu kitabı yazana, bu kitabı tərcümə eləyənə, bu kitabı saxlayana, bu kitabı yazanlara, nüsxə eləyənlərə və bu kitabı bizim əlimizə çatdıranlara həm rəhmət eləsin, həm əgər qalırlarsa sağlıq, səlamətlik versin. Özəlliklə bizim hörmətli dostumuz Azərbaş cənablarına ki, bu kitabı bizim ixtiyarımıza yetirə bildi və mən bu günləri bu kitabla tanış oldum. Allaha
şükr eləmək lazımdır, dostumuza da şükr eləmək lazımdır. Şükür olsun ki, varsınız və bu işi görmüsünüz. Sağ olun, var olun. Allah uzun ömürlər versin, sağlıqlı, salamatlı. İlahi, əgər bu kitabda oxuduq, baxdıq, tanışmağa və tanışdırmağa çalışdıq. Əgər bunda bir səvabi varsa, dədəmin ruhinə, babalarımın ruhinə ehsan olsun. Amin ya Rabbel aləmin. Gecəz günüz xeyirə qalsın. Əgər Allah izin və lütf elərsə, izin verərsə, lütf elərsə bir ayrı gün, bir ayrı kitabı tanışmaq cəhdinə girəcək.